Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Beni gördünüz mü sızladınız? Yok, əsəbləşmə. Ben geldim mi diye Əsəbləşmə, kısıldınız, düş kasıldınız. aşağı. Evet. Arkadaşlar, deməli gəlmişik baldızımgilə. Siz videoları uzun, bu maşından o yolla düşə bilsəm, inşallah danışacağım. Çiskin yağış yağır, miskin. Çiskin. Siz dediniz ki videoları uzun elə. Ofelia bacınız, xahiş edirəm bana hala demeyin arkadaşlar. Ben 3 çocuk annesi olabilirim ama daha 23 yaşındayım. Pardon anneciğim, özür dilerim. 4 çocuk annesi. Özür dilerim anneciğim. Karnını kapat. Karnımı kapatayım, kapatamıram. Qabağım bağlanmır. Gəlmişik baldızımgilə. Deməli, kimsə mənə zəng eləyir. Tanımıram kimdir. Deməli, vlogu bugündən başlatdım ki, bizimlə daha uzun zaman keçirəsiniz. Daha çox birlikdə olaq. Mənim mükəmməl enerjim, gülər üzüm, nur camalımı daha çox görürsün. Nəysə, qalxaq yuxarı, davam eləyərik. Salam olsun Fərəcovların ikinci nümayə. Darağım tapıldı. Mən uşu təlisən, ha? Salam olsun Əsma Fərədzadədir Fərəcli. Əsma. Yox, Fərəcli deyil. Nə tərsən Gülsün Fərədzadə? Nə tərsən Əsma Fərədzadə? Dayandır deyim. Dayandırmıram. Nə tərsən Nahidə Fərədzadə? Arkadaşlar, pamadam Nahidənin paltar yuanından çıxıb. Ama yulan paltarlar arasında mənim paltarım yox idi. Arkadaşlar, baldızıma hediye getirmişim. Onu takdim edip geliyorum. Bəh. Baldız əlindən kələm dolması yemək də başqa hisdir yəni. Normalda baldız mənim əlimdən kələm dolması yeməlidir. Mən gələndə güclü qoymuşam qanunları. Baldız pişirirkən. Adına baxaq görək yarıdıb yoxsa yox. Mən yeyirəm şəxsən. Ben yiyip gelmişim. Bu da yemiştik. Mən vupu pühümüşüm. Mən ki canlıyam, mən tez acıram. Ağıllı ol ha. Eşitdin məni? Ne yaptı bu danıza? Yaxşı, gedin yeməyimi yiyeyim. Gəlin yeməyə. Və qarşınızda əkiz bacılar. Alqışlar. Bu viddə arkadaşlar, bu viddə çıxmışlar otaqdan, geri qaytardım ki, bir də gəlin video ilə. Nəysə, gedə bilərsiniz. Evet arkadaşlar, Nakuşgil'den geldi eve. Deməli neçə gündür, hardasa 2 gündə ağlımdadır ki, neçə vaxtı kuxnanı fıs-fıslayıb qəşəng silmirəm, səliqəyə salmıram. Dedim hazır evə gəlmişkən sizlə birlikdə axşam rutini eləyək bir dənə. Bu aralar bebişə görə çox təmizlik vasitələri işlədə bilmirəm. Yəni o xlorlara belə uzaqdan baxıram, deyirəm Allah, işlədə bilmirəm. İşlədə bildiklərimi də burnumu tuta ki, eşitmişəm zəhərlənmə ola bilər. Ona görə məcburən bir dənə işlədə bildiyim fıs-fıs var. Hər yeri ondan təmizləyirəm, qoxusuz olan. Nəysə, indi gedirəm üstümü dəyişirəm. Birlikdə mutfaq temizliği yapıyoruz. Ondan sonrası Allah kərimdir. Gedim əlimi dəyişib gəldim. Deyəcəksiniz bunun yenə hardan başının altından təmizlik ideyası çıxdı arkadaşlar. Temizlik asmırlarına baxa psikolojim pozulub, Allahın dostu. Nə vaxt bir şey eləməyə həvəsim olmasa, tez girirəm shortslara falan, temizlik asmırı yazıram. Baxıram 2 dəqiqədən sonra həmin yerdə bitirəm arkadaşlar. Dünən hamam tualeti xlorladım, baxa. Bugün də siz mənə baxa, haydi bakalım kimin ev işi varsa dursun ayağı bir yerdə eləyirik, getdik. Ben gəldim. Bu mənim təmizlik köynəyimdir.
pis işlerimin hepsini buna gördürüyorum arkadaşlar. Deməli o sırada uşaqlar acı. Məryəm gəldim gördüm mərci supun altını yandırır. Bugün bir dənə mərci supu pişirmişdim. Allah'ın olsun elə bir atomu parçalamışdım. Hamıya hava ata qalmışam ki bir pürüzsüz qaymaq kimi mərci pişirmişəm. Axırda dedim mən nə etmişəm? Mərci pişirmişəm. Niyə bu qədər tərifləyirəm özümə? Nəysə deməli uşaqlar mərcilərini yesinlər. Bir dəfəlik bütün mərci qabları da batsın. Ondan sonra qab yumağa axırda keçəcəm. Birinci bunları yerbəyer eləyək. Hazırsınız? Focus Pocus eləyəcəm YouTube'da ilk dəfə. Evet. Oldu mu acaba? Hazırdı arkadaşlar. Şimdi küçücük mini minnacık gözüme duran bir şey var. Beni anneler anlar. Cücə plov pişirməyi buna görə sevmirəm. Ümumiyyətcə tofqa yeməklərini sevməməyimin tək bir səbəbi var. O da budur, bakın. Arkadaşlar bunu yumalıyıq. O qədər gözümə durub bu. Dünəndən bunu gözlədirəm suda ki, inas maksimum yumuşa bildiyi qədər yumuşasın. İçinə nə deterjanlar tökmüşəm bunun. Bunu yumaq çox gözümə durub. Çünki maçalkam da yoxdur, möhkəm maçalkam. Bayağı bir əllərimizə əziyyət verəcəyik. Mərci supumuz qızdı. Aparaq çocukları verək, gələk davam eləyək. Yeni yulmalı qablar geliyor arkadaşlar. Sen can ben qabları yuyup qutarana kadar kurban olum, yiyin qutarın. Bir dənə də bizim evdə xüsusiyyət var. Mən girirəm, haşur huşur qabları yuyuram. Tam krantı bağlayıram Məryəm. Həmişə də Məryəm. Əlində bir dənə stəkanla gəlir, elə bil. Yoruma qarğış eləyirlər də, Allah'ın olsun, inandıra bilməz. So, indi bir dənə əlavə yuyulmalı mərci qazanımız çıxdı. Bir dənə bu tepsidir. Bir də o iki dənə qab. Onları yuyuruq, keçirik xlorlama sisteminə. Mən bunlar yemək yeyənə qədər gedim qabları yuyum, başlayayım mujeye. Ya Allah, bismillah, getdik. Arkadaşlar size bir şey deyim. Xəstələnmişik, sağalmışıq. Üstündən hardasa bugün sabah yarım ay keçib. Yarım ay biri. Hələ mənim burnum tıxanır dəqiqə başı, inanmısınız? Açmır bu, inansan. Yok atmır ancak. Prosto pul vermişəm. Uşaqçın olan atsın. O bayağı olmazmış. Arkadaşlar burun dermanı böyle işletemiyorum ya. Ay açtı. Ben açmadı. Açtı. Hava oldu sen. Yok tam açmadı. Yani 2 manat aldığım derman daha yaxşı açırdı arkadaşlar. Buna 20 manat pul vermişəm. Ne var göbüşəm. Yani 2 canlıyam. Açmıyor o kadar da. Yani buna da şükür. Getdik. Deməli, uşaqlar nə elədik? Bütün qabları yuduq, yerləşdirdik. Burada mənim bir dənə suşulka çatışmamazlığım var arkadaşlar. Yadıma salın, arada suşulka alım ev əşyaları almağa gedəndə. Deməli, indi nə edirik? Çaynikimizi sürtəcəyik, qəşəng ağardacağıq. Bunun dəmirlərini çıxardıb yuyacağıq. Buradakı əşyaları da qaldırıram. Ondan sonra mənim ən sevdiyim hissə gəlir. Tezgahın üstünü xlorlama qismi. Haydi başlayaq.
Evet arkadaşlar, görürsünüz qazın üstü əməllicə batıb. Bunları təhvil verdik kranta. Gəl gülüm. Bunu da yuyacağıq arkadaşlar. Sən də gəl. Bir dənə bunu yumağa qorxuram. Sonra kettle'ı yandırıb qaynatmağa qoyanda yanar eləyər. Arkadaşlar, bilənlər varsa mənə desin. Bunun altına su dəyəndə acaba bir sorun olma ehtimalı var yoxsa yox? Bunu silərəm, bunu da silərəm arkadaşlar. Bunları yuyub geliyorum hemencecik. Duyuyor musunuz? Ağartdım arkadaşlar. Bunu da ağartdım. Bunları da yudum, qəşəng qapqara elədim. Şimdi məsələ bilirsiniz nə məsələsidir? Bunları da götürüm yuyaram bu arada unutmadan. İndi məsələ bilirsiniz nə məsələsidir? Mənim fıs-fısım əyri işləyir arkadaşlar. Bir dənə buna baxın. Bir dənə buna baxın amma gülməyin lütfən. Axı mən bu tərəfə tutmuşam. Sən niyə o tərəfə vurursan, soruşmaq ayıb olmasın. Çocukum, ben bu yana bakıyorum. Ah. Deməli, bunun düz fıskırması üçün belə tutmalıyam mən. Zaten hep böyle şeyler beni buluyor arkadaşlar. Neyse, tezgahın üstünü boşaldaq. Ya Allah ya. Hak şenlik başlasın arkadaşlar. Hara geldi ya. Haydi bakalım. Yaxşı ki bunu gördüm burada bak. Başladık. Nay, yadımdan çıxıb bu əyri fıskırdırdı. Nay 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 nay. Arkadaşlar gözüküyor mu bilmiyorum ama biraz sizi şöyle alalım. Evet. Kaldır ellerini. Gömən asmır çəkirdim də arkadaşlar. Krantı da eləyək, yox. Krantı axırda eləyərik çünkü buraları yuyanda krant təzdən ıslanacaq. Şimdi bunu elinden yavaşça yere bırak. Ve süngerini al. Haydi foşur foşur. Ya Allah bismillah. Getdik. Köpürt 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 köpürt. Bu çok köpürmür arkadaşlar ama yağları çok qəşəng sökür yani. Bunun yağ sökme becerisinden hoşum gəlir. Bunu indi qəşəng ovalayırıq. Buraları sarı əski ilə siləcəm. Buraları sürtürüm çünkü buralar daha çok yağ olur. O yüzden ovalıyoruz. Neyse. Bunu da tutayım. Niye? Aşkım bu ne diye? Zeyn yazık diye. Aşkım iyi gelmir buna. Gelir. Gelmir aşkım, eminsen. Gelir. Çık sen çık onda buradan. Pencerenin açın. Yo deli sen açma. Ev içeri görsen açma. Ya Allah. Perdeni de bilmiyorum pencerenin. Şimdi pencereni açanda pərdə də görsənəcək. Lütfen mutfağımı terk eder misin? Aşkım burnumu tut. Rabia! Keçen dəfə də qoymadın zaten. Adı da aşkım sen gördüğün pis şey çalışma. Bilmem aşkım, yapacak bir şey yok. Temizleyeyim, tez çıxıram. Kapı açın. Aç. Yo açma, ses gelecek. Ya Allah, ya Allah. Bayaqdan bu anı gözləyirəm. Bayaqdan buraları yuyuram ki bu anın dadını çıxardım. Ya sakit kal ya da defol başımdan. Sabun burada damcılayıb. Şəhriyar qaza sabun damcıldadı. Şəhriyar səni öldürdüm. Bu sen bir şey değil. Nə? Ele. Nə? Dinən. Değil. Dinən. Ele. Dinən də aşkım, dinən. Değil aşkım. Saxla kameranı, dinən.
Evet arkadaşlar, buraları köpürttüm. İndi qəşəng-qəşəng silirəm. Silip hemencecik gəlirəm keçək kranta. Şu uşaqlar, mutfakın bura qədər olan hissəsi və bu kiçik hissəsi hazırdır. Hər yeri qəşəngcə dərmanladım. Fayanslara baxın, ucu parıldayırlar arkadaşlar. Sildim. Buraları çok uzatmadım ürəyiniz sıxılmasın diye. Şimdi size küçük bir asmır vereceğim kratla. Burada daha çok köpürteceğiz. Hazır mısınız? Birinci bunu ataq. Ya Allah, başlayırıq. Bitti arkadaşlar, temizlik bitti. Mutfakın son halını bir daha sizlere şöyle bir gösteriyorum. Nasıl oldu? Temizliği beğendiniz mi? Artık bence gidip dinlenmeyi hak ettik. Ben gittim istirahat eləməyə. Mənlə bir yerde temizlik eləyənlər, işiniz bittisə siz de gidin istirahat edin. Bitmədisə biraz da videonun davamına baxa siz bitirin temizliğinizi. Haydi. Növbəti gündən hər birinizi salamlayırım. Arkadaşlar, hamı yatmış, tembele Səkinə oyaq. Yox. Hamı oyaq, tembele Səkinə yatmış. Bu Seymurla gələnlər. Bu kız durmur arkadaşlar. Anlayamıyorum. Səbəbini çözemiyorum. Bu neçədə yatıb ki gece? 3'te. 3'te? De Quranan da olsun. Ama oyaladım sadece 2'de olur. Ben yattım. 2'de. 2'də? Elemen de 2'de. Ay, mən 23 yaşım var. Sizden 12 bayram böyüyəm. Ben saat 1'in yarısı yatmışam. Sen yatağında ben de yatmışım. 2'ydi saat. Ah. Anne. Yaxşı, yaxşı, qırışmayın. Sən durasan bəlkə, evin prensesi. Bəlkə oyanasan. Durmaq fikri yoxdur bunun yuxudan. Əsnata bax arkadaşlar, durub, saçlarını darıyıb, əl üzünü yuyub, dodağına bakım sürtüb.
duxulanıb, yəni bildiyiniz bakım eləyib oturub Yəni, yəni mən də arkadaşlar. Sən də eləmisən, mən də eləmişəm. Mən bir dənə saçımı daramamışam. Saçımı daramaqla qətiyyən aram yoxdur. Saçım yolunur, çox dolaşır arkadaşlar. Ona görə balaca uşaqlar kimi zəhləm gedir saçımdan. Mənim saçımı kim darayar? Mən. Gətir dara. Bir də o fıs-fısdan da gətir açılsın, yəni yolunulacaq yoxsa. Arkadaşlar kahvaltı malzemeleri Şəhriyan xalasoğlu gedib almağa marketdən, onları alsın gəlsin, kahvaltımızı eləyib günümüze başlıyoruz. Bakalım bugün bizi neler bekliyor. Gəl. O daraqdasa saçım yolunmayacaq, gətir. Neçə gündür darağım itmişdi arkadaşlar. Mənim saçımı bir dənə normal daraya bilən daraq var yolmadan, o da bu daraqdır. Uclarından dara, başından yox. Uclarındaki söküklər açılsın, dolaşıqlar. Sonra keç yuxarıya. Evet, kızım saçlarımı tarıyor arkadaşlar. Mən soruşdum kim darayar? Əsnət dedim mən darayaram. Allah'ın olsun, Qur'an'ın olsun. Birinci sınıfdadır. Ha, Allah'ın olsun. Evdə qorxa-qorxa yaşayıram. Biri qısqanar, biri əsəbləşər. Haydi saçlarımı tarattırıp geliyorum. İndi mən evliyim sonra əsnad edeyim. Əsnad deyib birinci aşkım, haksızlık olmasın. Evet arkadaşlar, nasılsınız? İyi misiniz? Nasıl görüşüyorum bu günlerde? Çok iyi görüşmüyor muyum? Siz biliyorsunuz ya, Şehriyar Emin'in kışkırtmaları biraz korkutucu oluyor. O yüzden herkes korkuyor ve bunlar hepsi satkındılar arkadaşlar. Hepsi satkın. Evet. Birbirlerini satıyorlar. Beni kışkırtma yaptılar. Şimdi ben bir kışkırtma çizmişim. Uşaklarla birlikte Ofelia Hanım'a kışkırtma yapacağız. Allah'ın sayende kovarım bu evden. İzin tozun tabanı. Ofelia Hanım hamamdadır. Bakın özünüz kıymet verirsiniz. Əsnadın videolarda dərdəli hərəkətlərini görürsünüz də. Onun təkrar hərəkətlərini siz görmürsünüz, biz de evdə görürüz. Ofelia da görür və korkuyor Ofuş. Ben öyrəşmişim, öz kızımdır, çocuğumdur, öyrəşmişim. Ama Ofuş öyrəşməmiş, yani öyrəşemiyor. Her defasında diyor ona hekime gösterelim, hekime aparalım, hekime. Dedim bunu kıymetlendirmem lazım. Bekleyin, dişlerimde bu arada yumurta kırılması olabilir ya. Bakın. Yemek indiydim. Ha, bir tane yukarıda garip bir şey kaldı. Onu Evet. Nerede? Burada mı? Burada. Evet. Yok. Benim kızım stomatologdur arkadaşlar. İğrenme. İğrenme Geliyor abi. abi. Üstüme niye sürtsen pinti palas. Sen de İran'ın başına başlıyorsun. Amin. Ofelia hamamdadır. Davay başlıyoruz. Let's go. Əşi, aşkım canlar, Əşi, ay Əşi, Əsnad, aşkım canlı açırım, dəqiqə. Yaxşı, sən mənim balam. Kızım canlı açırım, xahiş edirəm, sakit qal.
Ay aşkım, canlı açmaq istəyirəm axı, ay ömrüm. İndi qalmışdı kamera arxasında şiddi eləmək. Əsnat. Ay Əsnat. Əsil. Aşkım, canlı açıram axı, gəl bir yerdə açaq. Mənim balam, belə səslər, hərəkətlər niyə çıxartırsan? Əsil. Yaşayam, sen korkma aşkım. Ölüm sənin üçün belə eləmə də. Aşkım, dur bacı canlını açsın, sonra Yaxşı. oynayarıq. Yaxşı. Tamam yaşayamam. Açın. Ha, Dəqiq. ha. Eləməyəsən canlı. Yox. belə. Mama, bu story'ni çaşıb 2 dəfə paylaşmışam. Əsnat! Ay Əsnat! Ay qız! Əsnat! Qədəvi yığırım quraman olsun. Ay qız! Aa! Əsnat, atavı yığıram quraman olsun. Aa, əstağfurullah. Allahu Əkbər. Ay qız! Beni niye kışkırırsan kaldığın yerde? Ürəyim sıxıldı. Allah'a and olsun, Kur'an'a olsun yığıram. Əsnat. Ay Əsnat. Dandini dandini dastana, danalar çekmiş bostana. Kubustancı danayı yemesine lahana. Əsnat. Ayşa. Ay Əsnat. Oo. Baxmır telefonu, getmişə baxmır telefonu. Gör neyir bu? Aşağı bu telefonu, mən yığıramsa sən deməli nəsə lazımdır ki, yığıram da bu qədər dalbadal. Əsnat! Ay qız, ay uşaq, ay balam, mən balam, yaxşısan sən. Əsnat! Qızım, ay aşkım, ay aşkım. Əsnat, bacı qulaq as. Əsnat! Ay Əsnat, Əsnat, bir dəqiqə dayan. Əsnat! Ay Əsnat! Ay Allahu Əkbər! Aşkım, bəsdir də. Babacığın qarnında bəbə var, qorxur ha. O da qorxur axı aşkım. Qaqa da qorxur axı. Mənim balam, belə niyə eləyirsən sən qaldığın yerdə? Ay qız, ay çox! Ay aşkım, Yaşayam aşkım. aşkım belə zarafatlar eləmə mənim balam. Eləmə, aşkım, yaxşı şey deyil bu. Sonra cəmaatın içində də eləyərsən, sənə ən qərib baxırlar, aşkım. Ürəyim sıxıldı, Qur'an and olsun. Yaşayam aşkım. Aşkım, yaxşı da, yaxşı, başa düşdüm. Ay Əsnat! Əsi, get bacıya bir dənə su gətir. Bir dənə su gətirməni çox xahiş edirəm. Ay kız! Əsnat! Ay! Əsnat! Aşkım, mənim balam. Xəstəsən sən! Balım, bu nə hərəkətdir, Əsnat?
eləmək mənim balam. Olmaz, vallahi olmaz. Adət eləyərsən, sonra cəmaətin içində də belə eləyərsən, lağa qoyarlar səni. Dədön də açmır telefonu. Afuş. Ama istəyirsən. Yo, aşkım. Mənim balam. Ama Hə? istəyirsən. Yo. Aşkım, ölmək mənim balam. Hamımız olsun bir gün öləcəyik də, mənim həyatım. Öləcəyik də hamı. Başladı deməyəm. Elə tutma da aşkım. Kuklanı yenə tutsan mənim balam. Saçından... Neziblə düşdüm mən. Mən neziblə düşdüm. Ay aşkım, aşkım. Olmaz belə eləmək. Ürək sıxılır. Mənim Quran olsun. Nahidə. Ay Nahidə. Bir dənə şəhriyarı yığ da konturla. Konturum yoxdur mənim. Yo, bir dənə yığ aşkım. Bir dənə dinən ofis sən yığır, aç telefonu. Nahidə, benimlə danışmaq istəyirsən? Naide, benimle danışmak isteyen aşkım. Aşkım. Ölüm sen çünkü bacı sen kucaklasın. Sakitləşmə balım. Bilirəm, xoşun gəlir sənə belə hərəkətlərdən, amma tərs su içində qalmısan. Olmaz belə. Git köynəyini zad dəyiş, git özünə gəl, sudan zaddan iç, dur ayağa. Dur mənim həyatım, dur. Dur mənim balam. Ay qızım. Aşkım, ay aşkım, aşkım, ay aşkım. Bax mənə, mənim balam, tərs su içindəsən, xəstələnəcəksən. Aşkım, yaxşıyam aşkım. Bilirəm sən yaxşısan, aşkım. Gəl bacı qucaqlasın səni, gəl mənim balım, mənim balım. Sakitləş də, özünə gəl həyatım. Yaxşı, yaxşı da bəsdir. Oynadıq bəsdir aşkım, oynadıq bəsdir. Başım ağrıdı, Qurana and olsun. Allaha and olsun, başım ağrıdı. Əsil, valla bəsdir. Əsnat. Ay Əsnat. Qurana and olsun, başım ağrıyır. Bax, Zeydin canına and olsun, Qaqanın canına and olsun, başım ağrıyır Əsnat. Qurana and olsun. Ay, Allah, səbirləşirəm. Əsnat. Aşkım, sən belə niyə eləyirsən? Mən balam, ayıb da olmaz belə eləmək. Gedərəm ha, Əsnat. 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 Ay Əsnat. Əsnat. Gedərəm Qurana and olsun, çıxaram ha evdən çölə. Əsnat. Çıxaram ha evdən çölə. Ay mama, ay mama. Afuş, kışkırtmadın. Afuş, kışkırtmadın. Allah'ım olsun karnım Kur'an'ım. Afuşum, kışkırtmadın. Gözde sen bencəm, sen kalkırağa, Devre kalkırağa. sakin. Kalkırağa, Yaxşı. karnım ağrır, Kur'an'ım Devre. olsun, gücüştü karnım. Ya Allah'ın olsun. Ya Allah'ın olsun. Ay, Ya Allah'ın olsun. Əsi sen kalkırağa ben baba. Sana qisasımdır, qisasımdır. Güzel, zarafat edin. Zarafat edin. Yapsa. Merhaba, şeydi, bura bak, kulaq asma lan, kulaq asma lan. Yaxşı Əsi, ürəyim sıxıldı Bura, Kur'an'ım. gözlə, kulaq asma. Yaxşı. Ha? Alvin. Qorxdun mu? Sən də qorxdun. Aşkım baltayla gəlir üstümə. Yaxşı. Ha. Ha? Sen elədin, sənin başın Yo, yo. işləyir. Mən ikinci Eləmə. Normalda da o gündədir. Ona Daha elə ben olsun. bile yoktu, ha, bu kadar değildi. Xəstədir o, xəstə uşaq. Belki cizat gibi Aa, Eləmə. peşmə ilə mindim ben. kızım beni. Oh. Bir de axırıncı rəf olsun, ben iki canlıyam. Ana deyir ki, mən təpiyi vuranda biliyordu. Onun qısası var təpiyi vuranda. Onun görə. Yok, təpiyi vurmuşdum bana. Ne olsun təpik vurmuştum, ben iki canlıyam, ben təpik gəlməliyim. Ah. Bir də axırıncı dəfə olsun mənlə belə zarafat eləyəsən ha. Eşitdin məni? Eşitdin məni?
azal verdi Məryəmin əli ilə. Qarnım ağrıyır, Allaha and olsun. Qarnım ağrıyır, Qurana and olsun. Sən sancanma. Sən canvan olsun. Ya. Ağrı var qarnımda. Ged otur, Çox dən qışqırdım, qalmışsın. qaçma. Buradan tullandım mən iki canlı. Mənim şişim lazımdır, başım lazımdır. Sən şişin öyrəşib. Nə öyrəş? Mənim bəbəm öyrəşməyib. Ayıb olsun sənə. Səndən də bunun acığın çıxacam, baxarsan. Buna niyə ona pul verib almışdım hanım? Hansı qulaqcığın? O da. O mənim deyil ki, əsnatındır mən taxmışam. Anasını. Hə, nəsə o qulaqcıq. Sözü. Pul verib aldırmısan. Hanım? 26 verirəm. Özü yadımda deyə sən dedin ki, mən alıram. Ha, məcbur aldırdı onu mən. Hə, Hanım? hanı o qulaqcıq? Hə. Gələ, düşdün əlimə. Tərləmişəm. Tərləməyi demirəm, tərləmişəm. Bayaqdan deyirəm, tərləmisən, əl çəkmirdin məndən. Sen de baktı. Cəllabadda nə gəzir? Bir madde görmüştüm. Yalan danışma. Yalan. Görsən, Maşında. görsən, buna da bir dənə. Bağajında. Maşın bagajı bombala boşdur, yalan danışma. Nəysə, bunun acığını sizdən çox pis çıxacam. Sən də, hamımız Altı mən. verib O, Qurandus nöqtəsinə qədər. sən mən niyə gəlib ispikləmədin ki? Qurandus məni zorla çıxartdılar evdən deyim biləsən. Bu da elə onun şey dostu. Sən də onun dostusan. Ayağı dardı qalan kimi satır almısın. Siz dayanın, gözləyin. Məni ispikləyə bilərdiniz qışqırtmayı. İspikləmədiniz. Sizin də hamımızın burnuna fitil-fitil bu evdə yaşamağı gətirməsəm. Mən qışqırtma eləmişdim televizorsunu. Ok. Özdə mən sənə televizorsunda qışqırtmam, gülməli qışqırtma, heç qışqırtma kimi qışqırtma deyildi. Sən orada güldün demək olar ki, ancaq sırtıq kimi. Mən sənin üstüvə gəlmədim. Gələ, özün də sağollaşarsan izləyicilərlə. Götür. Gələ. Heç olmaz. Öpürük sizə. Başıma o dəmir düşdü Məryəm, başım çox pisəlsiz. oldu, başım çatdı. Can. Arkadaşlar, Telefonumu alayım mən. görək bu səfər mənim qışqırtmam necə Durmayalım sən. sonra da silinər yenə. Videomuzu Bəyəndinizsə kanalımıza abunə olun. Like atın, yorum yazmayı unutmayın. Bolçuk olsun.